Hər dəfə hamiləlik testi mənfi çıxır. Narahat olma. Ümid hələ də var. Bəzən belə hallarda aşılama metodu pasiyent üçün ideal seçim ola bilər. Gəlin baxaq, aşılama nədir? Bu qadının yumurtalama vaxtında, yəni ovulyasiya dövründə xüsusi şəkildə hazırlanmış spermanın birbaşa uşaqlıq daxilinə yeridilməsi prosesidir. Kimlər üçün uyğundur? Əgər borular açıqdırsa, yumurtalama baş verirsə və sperma göstəriciləri bir qədər zəifdirsə, aşılama ideal seçim ola bilər. Eləcə də izah olunmayan sonsuzluq, yəni hər şey normal görünüb, amma hamiləlik baş vermirsə, bu halda da aşılama ilk addımdır. Aşılama ilə uğur faizi orta hesabla 15-20% civarındadır. Amma düzgün seçilmiş pasiyentdə bu rəqəm daha yüksək ola bilər. Sual yaranır. Bəs aşılama ilə süni mayalanmanın fərqi nədir? Aşılamada döllənmə qadının bədənində təbii yolla baş verir. Süni mayalanmada isə hər şey laboratoriyada mikroskop altında, yəni tam nəzarət altında aparılır. Aşılama bəzən ana olmağa aparan ilk körpü olur. Sadəcə doğru zamanda, doğru pasiyentdə tətbiq olunarsa.